Mən hesab edirəm ki, biz bütün xalqlara azad olma haqqını tanıyırıq. Biz demir ya, biz ayrılırıq. Ayrılma haqqını hamıya tanıyırıq. Amma o haqqı tanıyanda o bölgədə yaşayan insanların hamısına seçim haqqını verməliyik ki, o insanlar onu istəyir ya yox. Belə olduğu halda o bölgədə Zahir bəy tək Bəluçistan bölgəsinin dışında orada %50-60 belə Bəluçlar və Sistanlılar yaşayır. Onların dışında bütün tarix Azərbaycan coğrafiyasının əyalətlərində, hər yerində yaşayan insanların yəni ərazilərdə yaşayan insanların böyük əksəriyyəti türkdür. Ən azı olan yerində 150'lerin üstündə yaşayır. Belə bir durum, demografik güc bizə əsas verir ki, 92 milyonlar İrana deyilən tarixi Azərbaycanda %65'in üstündə hətta milyonluq bir türk nüfuzu özünün dövlətini qurmağa çox yaxındır. Nəyə görə yaxındır? Zahir bəy, bugün deyək ki, ərəblərin İran yönetimində və idarəçiliyində adamları var. Olsa 3-4 dənə deputatları var da. Kürdlərin marşalları, generalları var. Dövlət xadimləri var, yox. Farslar, biz İranı götürəndə Fars dövlət kimi tanıyır, doğru mu? Yönetimdə, yəni özəlliklə dövlətin onurğa sütununda danışıram ha. Olan insanların, yəni söz sahibi olan insanların %70'i türkdür. Əskərdə daha çoxdur. Bütün parametrlərinə görə biz üstünlük əldə etdiyimiz bir durumda hansısa ayrılmalı təfəkkürünü ortaya qoymaq nəyə xidmət edir onu anlamaq istəyirəm. Burada necə ola bilər Zahir bəy? İran adlanan Azərbaycanın türklərin əlinə keçəcəyini artıq Amerikada, İsraildə dünya dövlətləri bilir. Çünki o bölgəni parçalayan onlardır. Bilirlər ki, orada demografi yapı necədir və türklər hansı gücə sahibdir. Oranın türkləşəcəyini bilirlər və artıq o prosesi də görürlər. Biz də buradan görürük ya. 3 il bundan qabaq ki, İranla, indiki İranda fərqi görürükmü? Hər gün. Bizə qarşı baskıcı, faşist, yanaşan bir İrandan əsər eləmək qalmıyor. Doğrudur mu? Ayrı-ayrı qurumlar, adamlar bu mövqedədir. Daha çox bölgə dövlətlərindən qonşuluq münasibətləri qurmaq istəyən, özəlliklə Türkiyə və Azərbaycan yaxın olmaq istəyən bir İrandan bugün söhbət gedir. O İranda biz getdikcə daha gücləndiyimiz bir yerdə nədən kiminsə əlini oynayıb o bölgədə qan və qırğınlar törədib, millətimiz bir-birini niyə qırmalıdır Zahir bəy? Təbriz türkü, Tehran türkündən niyə savaşmalıdır, bir-birini qırmalıdır Zahir bəy? Bunu kim haqqı verib? Türk-Türkə niyə silah qaldırmalıdır Zahir bəy? Hətta Türkün özü başqa millətlərə niyə silah qaldırmalıdır Zahir bəy? Əgər masa varsa, müzakirə varsa, dünyanın gözü qarşısında dövlət qurmaq lazımdır. Suriyada Əhməd Şara Şam şəhərini ələ keçirdi. Hamı dedi Suriya dağılır. Doğrudur mu? Gürcüstan, Kürdistan bölürdülər. Doğru mu? Nə oldu? Oldu. İndi Tehranda siyasi hakimiyyətdə Türk gücü hakim olur. Biri bayraq qaldırır ki, mən falan kənddə ağabısızlıq elan edirəm. Əhmədlər ailəsi cumhuriyyəti qurmuşam. Deyir ki, gözümüz aydın, qurmuşsan, get yaşa. O yaşaya bilər. Dövlət qurmaq asandır. Sınırı olur, onun gücü olur, potensiyalı olur. Elə hər kəs dövlət qurur. Xuzistan Zahir bəy, Əhvəz Xuzistan bölgəsi ərəblərə aiddir dedi. Niyə deyirlər, bilirsinizmi? Çünki orada olan ərəblərlə yanaşı, xaricdə yaşayan türklər
Səudiyyə Ərəbistanın parasıyla bəsləniblər. Ona görə hər zaman Əhvaz Ərəb Cumhuriyyətini dilə gətirirlər. Kimin sərmayəsindən? Səudiyyə Ərəbistan. Və orada da Azərbaycan sayan, Avropada yaşayan minlərlə adam var. O proyektin içərisində yer alırlar. Digər tərəfdən Toparlayaq. Soyuqbulaq mərkəzli Azərbaycanda bugün nüfuz, demografik yapı kütlərin xeyrinə həll olunsa da, orada bir Kürdistan qurulmalıdır anlayışını daşıyanlar bilirsiniz kimlərdir? PKK-nın içi olanlar. Mən türklərdən danışıram, amma xalq mücahidlərlə ağzı olanlar, bir yerdə olanlar bu fikrin daşıyıcılarıdır. Biz də onlara deyirik ki, siz hansı fondlardan bəslənirsiniz, kimin oyunu oynayırsınız, gedin oyunu oynayın. Amma böyük türk millətini çaşdırmayın. Böyük türk millətin üzərindən onu oyun oynamaq heç kimin işinə yaramaz. Bu baxımdan da Zahir bəy, mənim ümumi götürdüyümüzdə, əgər İranı parçalayırıqsa, şuuram. Bu Azərbaycan televizyonlarına çıxırlar, İran parçalanacaq falan. Onda 20 dənə Türk Cumhuriyyəti çıxacaq oradan. Görüm oradan bir dənə Fars dövləti çıxacaqmı? Elə bir bölgə göstərəməzsiniz ki, oradan Fars dövləti çıxsın. Farsların yaşadıkları ən çoxunluqda İsfahan belə Fars bölgəsi kimi tanınırsa, Yaz belə Fars bölgəsi kimi tanınırsa, o bölgənin bütün çevrəsindən hakim mövqedə olan türkdür. Yazd Türkmən Səhra ilə Tehranın arasındadır. Bəli. O bölgədədir və orada da Qum yaşayır. Türkmən Səhra, Qum, Tehran bütövlükdə %70-80 türkdür. Yazda biraz dəyki üstünlük Farslardadır. O hansı dövlət qurur? O hara gedir? Və biz kimin əlini oynayırıq? Və eyni zamanda biz azadlığını əldə etməyə yaxınlaşan bir böyük türk millətinin ayrı-ayrı coğrafyalarda yaşayan insanlarını haqq tanıyırıqmı ki, öz əlimizlə götürək deyək ki, sən türk deyilsən, Farsa gədə olmalısan. Deyə bilərikmi? Haqqımız yoxdur buna. Bu baxımdan da bölünəcəksə, 20 Türk Cumhuriyyəti qurulacaq. Bölünməyəcəksə, yəni müzakirələr davam edəcəksə, oradakı olan xalqlara icazə veriləcəksə, bir islahatların təpədən baş verməsinin təşəbbüsü olmalı. Bugün Pezişkan liderliyində Cumhurbaşkanı olduğu bir İrandan tələb etməli ki, İranda islahatlar başlasın. Xalq və yönetimlə bir ortaq körpü qurulsun. Xalqın yönetime etimadı artsın ki, bölgə darmadağın dağılmasın. Orada böyük islahatlar geçsin. Böyük Türk millətinin hak və hüquqları tanınsın. Dili, rəsmi dil kimi qəbul edilsin. Məktəblər açılsın. Eğitim dili, dövlət dili türkçə olmaqla yanaşı, türklərin sərbəst milli kimliyini tanıtır. Siyasəti də dövlət tərəfindən tanınsın. Biz bu siyasətin aparıcısı olmalıyıq ki, dağıntılar, gürültülər, ölümlər, faciələr olmasın. Orada 7 yerə bölənlər var Azərbaycan televizyonlarda. Onlar qanmır ki, 7 yerə bölünmək orada vətəndaş müharibəsi deməkdir. Milyonlarla insanların evindən, eşiyindən didərgin düşməsi deməkdir ki, o milyonlarla insanların da 4-5 milyonu Azərbaycan Cumhuriyyətinə gəlməli olacaq. Sən ona hazırsan, bu təbliğata aparırsan? Sən Azərbaycan Cumhuriyyətinin düşmənisən, bu təbliğata aparırsan? Sən Azərbaycan dövlətini, Cumhuriyyətini çıxılmaza mı aparırsan? Şarlatan, ona buna kukulaq eləyir, gədə.